mərkəzdə 3 otaq əşyalı qoşadaş. Bugünkü gündə belə bir şey yoxdur. Mərkəzdə sən 3 otaq qoşadaş əşyalı 2 otaqlı qiymətinə ev tapa bilərsənsə, mümkün deyil. Bax, evin 4 tərəfi qoşadır, üstü paketdir. 2 maşın bəlkə sığar, amma 1 maşın rahatdır. Baxın, ev ideal. Hamını salamlayıram, xanımlar və cənablar. Bu evə sən deyiləcək ikinci söz belə tapa bilmərsən. Bir də buna bax, üstü paket, üzümü də var ha. Amma üzüm yeyirsən? Yemirsən, hə. Bax, çox qəşəngdir. Evin kimsə indi mənə deyəcək yerdəndir. Yerdən deyil, bax, buradan da kürsüsü var. Ev qoşadaşdır, tam təmirlidir. Nə görürsənsə, nə görmürsənsə, evin içində qalır. Nə var ha? Ha. Burada bir dənə səliqəli mətbəx. Mətbəxin kvadratı ideal, bax, hər şey. Paltar yuyan, xaladenik, televizor, hamısı evin içində qalır. Kim istəsə bunu rahat-rahat 4 otaq eləyə bilər. Şəxsi fikir olduğu harada görkəmdir. Sanuz evlər aktivdir, bax. Ona bax, işinə bax. Burada var bizim bir dənə belə bir yataq otağımız. Kvadrat çox mükəmməldir. Hədsiz dərəcədə mükəmməldir. Burada var bizim bir dənə belə bir deçkimiz. Aha. Burada bizim, burada bir nəfər yaşayır, o işləmişim. Bağışlayın, narahat elədik. Burada da var bir dənə böyük kvadrat zalımız. Bax, evi deyirəm sizə. Nə görürsənsə, gözü ilə görən, elektronika falan, həmsə evin içində. Qaz, işıq, su, kanalizasiya. Xırdalanda texnikoma çox yaxın məsafədə. Qoşadaş, üstü paket, 2 maşınlı xərc. Evimizin qiyməti bilirsən neçədir? Bilirsən? Neçədir? Evimizin qiyməti bilirsən neçədir? Elə bir qiymət evimizin qiyməti. Deyim neçədir? 47.500. Sağ olun, var olun.